Herkese salam. Abartıla ilk vlogumuza başlayırıq. Abartımız üçün bəzi sifarişlərimiz var idi, gəlmişdi. Onları götürməyə gedirik. Növbəti etapda həmin sifarişləri də əlavə edəndən sonra avtomobilimizin stage falan yazdıracağıq. Yəni işimiz biraz uzundur. İlkli olaraq sifarişlərimizlə başladıq ki, onların içində nə var? Sport intake kitimiz var idi. Biz aldıq avtomobil üçün sport filtr, amma qutuda olan filtrlərdir. Nəyə görə? Motorxananın istiliyini dartmasın deyə. Kaçkan aldıq avtomobilimizə. Membrandan çıxan yağın artığın interkullerə təzədən qaytarmasın. Interkuller yox, daha doğrusu kollektora qaytarmasın deyə onu aldıq. Quruş telin istiliyinin qarşısını almaq üçün qəlbə bir materialda bir qoruyucumuz var. İndi hamısını göstərəcəm sizə. Ustaya çatar. Videoya qaldığı yerdən davam edək. İlk olaraq belə göstərək. Bu bizim yeni filtrimizdir. Maşının üzərində göstərim ki, bu köhnə filtri buradan motorun havasını çəkirdi istisin. Bunu yerinə quraşdıracağıq bu formada. Bunun içi hazır filtr formasındadır. Sırf çöl havanı çəkməmək üçündür. Bunu quraşdıracağıq. Budur, bu mühərriyin istiliyi üçündür. Daha doğrusu quruş telin istiliyin çölə verməmək üçündür. Qəribə bir materialı var. Bunu da göstərim yeri hara gedəcək bizdə. Bizdə bu zavod abartının üstündə gələn qoruyucudur istilik əleyhinə. Bunu sökəcək yerinə bunu bağlayırıq. Əylən materialdır deyə rahat quraşdıra biləcəyik. Bir də kaçkanımız var. İndi onu göstərəcəm sizə. Bu membrandan arkada interkullerə, daha doğrusu kollektora girən boru var. Onun üzərində yerləşdirilməlidir. O da belə bir şeydir. Yəni performans baxımından qeyri-adi bir özəlliyi olmasa da avtomobili qorumaq üçündür sırf bu. O birisi performans üçündür müəyyən qədər, amma bu sırf avtomobili qorumaq üçündür. Yavaş-yavaş əlavə eləməyə başlayaq. Bu formada bir şey olacaq. Bu qapağı çıxartdıq buradan. O digər bu filtr üçün olan qapağı idi. Bu bura daxil olacaq. Bir də filtri buradan aralamalıyıq. Digər başlığı da budur. Taxılacaq. Birbaşa çöldən havanı daxil edəcək. Filtrdən keçirdib birbaşa turboya ötürəcək. Yəni buradakı kimi, əvvəlki kimi motorxananın istisini əlavə çəkməyəcək. Soyuq hava nə qədər çox olsa, maşın performansı bir o qədər yaxşı olacaq. Bunu əlavə edeyim, davam edək. Filtrimizi söktük. Burada sizə gördüyümüz işlərdən danışım. Membran havası buradan 2 dənədir də, yəni çıxan. Biri budur. Bunu dəyişib yerinə kaçkan qoyacaq. Bu qara boru bu formada gəlir, buradan girir. Gördüyünüz kimi burada göstərim, buradan belə gəlir. Onun yerinə kaçkan qoyulacaq. Bu sistemdə nədir? Bunu Amerikan videolarından tapmışdım. Sport intake-i özüm quraşdırmışam. Bu datçıqda havada qalırdı. Çünki əvvəl burada baçok vardı, hava baçok falan vardı. Onları ləğv eləmişik. Bu formada olmalıdır. Membrandan gələn və təzədən interkullerə qayıdan, daha doğrusu turboya qayıdır, oradan interkullerə keçir. Həmin borunun üzərində bu datçıq olmalıdır ki, bu içəri girən havanı ölçür. Burada altda bir datçıq var. O artıq interkullerdəki son havanı ölçür. Bunu əgər boşluğa qoysaz, interkullerə girən hava ilə içində olan havanı düzgün ölçə bilmədiyinə görə sonra aşıbqaları verir. Bunu quraşdırdıq. Daha sonra bu bizim yenə də baçoka girən şlanqlarımız idi. Onları ləğv edib birbaşa buradan birləşəcəyi formada çəkmişik. Yəni baçok olmadığına görə. Qusların üstündən düzəlib. Yəni daha doğrusu belə də düzəlməlidir. Başqa ikinci bir ehtimal yoxdur. Çünki Amerika videolarında da bu formadaydı. Bu filtrimizi əlavə edirik. Bəxtən içində zajimləri göndəriblər bağlamaq üçün. O cəhətdən yaxşıdır. Davam edək. Yekunlaşdırdıq. Belə bir şey oldu. Növbəti etapda qoruyucunu dəyişmək lazımdır. Aldığımızı əlavə edək bura.
Artıq bu da hazır. Gördüyünüz kimi tam öz yerində. Yəni isti turboya əlimi vururam, bu dəqiqə isti hiss eləmirəm mən. Intake yerində, qoruyucu yerində, qaldı bir dənə kaçkanı quraşdırmağımız. Onun üçün bayaqdan yer axtarırıq. Hələ bir yer tapa bilməmişik. Tapaq, onu da əlavə eləyək. Yekunlaşdırdıq artıq. Kaçkanı burada belə bir dəmirlə bərkitdik bura. Burada yağ yoxlamaq üçün öz yoxlanır dəmiri var. Yağın içində olan yağ səviyyəsini bundan ölçüb, lazım olsa alt hissəsində öz baçoku var. Onu açıb artıq yağı boşaltmaq lazımdır. Bu mühafizəsi üçün avtomobil çox gözəl bir şeydir. Filtrimiz tam ideal vəziyyətdə oturuldu yerinə. Bu da həmin istilik üçün olan parçamız tam ideal vəziyyətdə. Növbəti vloqlarda görüşənə qədər. Hələlik.